Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərində olsun. Allahın iznə bir dəvəcə çatdıracağımız mövzu texnologiya əsrində mənəviyyatı qorumaq haqqında olacaq. Biz elə bir dövrdə yaşayırıq ki, hal-hazırda yaşadığımız dövr, texnologiya, süni intellekt həddindən artıq inkişaf edir. Və bu texnologiya nə qədər çox artırsa, bir o qədər də fəsadları var. Bunun fəsadları haradadır? Mənəviyyatımızda. Bizim mənəviyyatımızda, ruh halımızda problem yaranır. Mənəviyyat deyiləndə nədir? Mənəviyyat insanın ruhu durumu. Yəni insanın ruh halı, öz ruhu necə tədavi etməlidir? Biz bəzən maşın alırıq, bəzən evimiz olur, bəzən geyimimiz olur. Bunun təmizliyinə diqqət edirik. Tez-tez maşınımızı təmizləyirik, evimizin təmizliyinə, geyimimizin təmizliyinə. Amma bizim daxili aləmimizin təmizliyinə bəzən diqqət eləmirik. Yəni ruh halımızı, bu mənəviyyatımızı təmizlənmək üçün bəzən az əlləşirik. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, bilin ki, yalnız qəlblər Allah'a zikr etməklə aram tapar. Yəni Allah Subhanahu wa Ta'ala bizim o ruh halımızı, o mənəviyyatımızın tədavisini bizə öyrədir. Ki, elə ki, qəlbiniz daraldı, sıxıntıya düşdü, bunun bir tədavisi var. Nə? Zikr etməklə. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bizə Musa Peyğəmbərin qissəsini çatdırır. Həzrət Musa Aleyhisselam Allah Subhanahu wa Ta'ala'nın dərgahında Allah Subhanahu wa Ta'ala münazat edir və dağa dönərkən Allah Subhanahu wa Ta'ala deyir ki, ey Musa, məni xatırlamaz, namaz qıl. Yəni Allah Subhanahu wa Ta'ala Musa Aleyhisselamın öyrətdiyi nədir, gözəl qardaşlar? Mənim yanımdaydın və mənimlə bərabər idin. Məndən ayrıləndən sonra isə ruhun o ayrılığın, o hiss etməmək üçün, o ayrılığı hiss etmək namaz qıl, zikir et. Sənin ruhun tədavisi, o inancın tədavisi zikirdir. Əgər sən də bu zikirlə bərabər olarsansa, Allah Subhanahu wa Ta'ala ilə bərabər olarsan. Hazreti Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir insan bədənində bir ət parçası var ki, o deyil sağlam olarsa, bütün vücud da sağlam olar. O ət parçası da qəlbdir. Yəni o qəlbinizi təmiz saxlayarsınızsa, bütün vücudunuz da təmiz olar. Bütün vücudumuz da gözəl bir şəkil olur. Mənəviyyatımızı güclü edən 4 səbəb var. Bunlardan birinci zikir və duadır. Ən azından gündə özümüz üçün bir zikir seçək. Namazda, ibadətdə etdiyimiz zikirlər xaric. Ki, mən gün ərzində bu zikir edəcəyim. La ilahe illallah olsun, əstəğfirullah olsun, bu zikri mən gün ərzində edəcəyim. Baxın, həyatınızda hər bir insanın sıxıntıya düşdüyü bir anlar var. Baxın, içinizdə bir darlıq var. Kiminəsə danışırsan, kiminə söhbət edirsən, amma o səndə keçmir. Amma bir zikir götürürsən, əstəğfirullah zikri olsun, subhanallah olsun, la ilahe illallah olsun. İnsan o zikir edəcəksən, baxırsan, üçün geçidi rahatlayır. Ən ağır işləyiş deyirik. Gəlir bəzən insanlar nə deyir? 8 saat yatanda insan dincəlir. Vallahi bu şəkildə insan dincəlir. İnsanın dincəlməsi, insanın mənəviyyətə, ruhuna qidası lazımdır. Bəzən baxırsan ki, insan yorulur, 8 saat, 10 saat yatırsan, amma sənin yorğunluğun çıxmır. Amma bir səmimi qardaşla, Allah Subhanahu wa Ta'ala dinindən bəhs edirsən və yaxud da səmimi bir şəkildə Allahın evində oturub zikr edirsən və səmimi bir şəkildə, ya Rabbi, mən gəldim, ya Rabbi, qulun gəldi, ya Rabbi, nə qədər darlıqdıyam, ya Rabbi, nə qədər qəlbim sıxıntadır, amma yenə sənin qapıya gəldi, ya Rabbi, qəlblərin açarı səndədir. Bu şəkildə insan dua eləyərsə, Allah Subhanahu wa Ta'ala onun qəlbində o darlığı açar və insan yorğunluğu gedər. Çünki yorğunluq ən çox ruhu yorğunluqdur. İkinci məsələ, Quran oxumaq. Vallahi, billahi deyirəm, hər birimizdə var. 10 dəqiqədən bir telefona baxırıq. 2 dəqiqədən bir, ən çox baxdığımız 10 dəqiqədən bir. Bəs Allah Subhanahu wa Ta'ala bizə yolladığı kitaba nə qədərdən bir baxırıq? Gün ərzində bircə səhifə də olsa bunu oxuyuruq mu? Halbuki Allah Subhanahu wa Ta'ala deyir ki, məni anmaq üçün zikir et. Zikir nədir? Quran. Ən azı gündə bir, amma Quran oxumaq, mən açım Quran kəlimi qoyum qarşıma, ərəb dilində oxuyum, gedim, sən bu şəkildə qəlbin sadəcə cüzi bir səviyyədə özünü tapacaq. Amma Quran kəlimi oxuyarkən
mənası ilə bərabər. Yəni bir ayət oxuduğun, onun mənasına baxırsan. Və o sənin qəlbi tərtəmiz rahatlaşdırır. Və Allah Subhanahu wa ta'ala elə bir kitab yoldur ki bizə. Sən hansı sıxıntıda olursan ol. Atan dünyasını dəyişir, anan dünyasını dəyişir, evladınla problem var, işində sıxıntın var. Hansı məsələ olursan ol, fərqi yoxdur. Sən Quran-ı Kərim aç qoy qarşı bax. Bir səhifə Quran oxu, baxarsan ki, sənin o dərdinin əlacı hamısı orada var. Allah Subhanahu wa ta'ala o bir səhifə kitabında sənin bugünkü gündə sıxıntın orada əlacını Allah Subhanahu wa ta'ala qoyur. Çünki Allah Subhanahu wa ta'ala bizi bildiyindən dolayı bir kitabı yolladı. Və tədavimizi də onda yolladı. Ondan sonra gəlir halal qazanc. Yəni ruhun, mənəviyyatın saflığı üçün halal qazanc. Qida nə qədər insan bədəninə girən qidamız sağlam olarsa, böyük bir alimimizə sual verir ki, əfəndi, insanın sağlam olması üçün nələrə ehtiyacı var? Buyurur ki, birinci növbədə qidaya diqqət edərsən, boğazından içəri girənlər, ağzından içəri girənlər. İkinci, ağzından çıxanlara diqqət edərsən, danışdığın sözlərə. Üç, əməl salihlə bərabər olasan. Bunları eləsən qurtularsan. Birinci üsul nə idi? Ağzımıza girənlər. Qəbul etdiyimiz qidalar. Əgər haram qida qəbul edərsə, o bütün vücudumuza təsir edəcək. İbn Kəsirin çox gözəl bir söz var. Deyir, valideynin əməli evladın tərbiyəsidir. Valideynin əməli nədirsə, evladın tərbiyəsi olacaq. Valideynin cənnəti isə evladın duasıdır. Evladın tərbiyəsi, valideynin əməli, valideynin cənnəti isə evladın duasıdır. Bunlar da hər bir nəydən gəlir? Sağlam qida. Əgər sən sağlam qida yeyərsənsə və evladıma da sağlam qida yedizdirərsənsə, Allah Subhanahu wa ta'ala əməl salih evladlar çıxaracaq. Və Həzrət Əbu Bəkir radiyallahu anh aclıqdan artıq beli ikiyə bükülmüşdür. Əbu Bəkir radiyallahu anh. Və evinə gəlir, daxil olarsan görür ki, köləsi bir yeməklər qoyur qarşısına. Əbu Bəkir radiyallahu anh bu qidadan yeyir. Doyandan sonra köləsi deyir ki, Əbu Bəkir, məndən soruşmadım qida hardandır? Əbu Bəkir radiyallahu anh deyir ki, bunun qazancı hardandır? Deyir ki, cahiliyyət dönəmində, İslamdan əvvəl bir şəxsin deyib falına baxmışdım və o mənim haqqımı verməmişdi. Bugün deyir, mənim haqqımı verdi, həmin pulla qazanıb getdim onu. Əbu Bəkir radiyallahu anh deyir, əlin boğazına salaraq, yediyin qaytarır. Hətta deyir, o qədər qusur ki, həlak olacaq səviyyədə, kölə yapışıb, deyir ki, Əbu Bəkir, artıq özünü həlak edərsən. Deyir, vallahi o haram tikənin bir parçası vücudumda qalmağındansa, həlak olmağım ondan daha gözəldir. Çünki artıq ona istirahət edəcək. Bunun dünya olaraq yaşantısını, dünya olaraq başa düşməmiz isə bir ağacın dibinə, bir əkdiymiş gülə nə qədər təmiz su tökəriksə, o qədər təmiz yetişəcək. Amma onun dibinə bir çirkli su, axıntı su tökəriksə, o ağacı qurudacaq. İnsan da bu şəkildədir. Nə qədər qidası sağlam olarsa, o qədər də sağlam olacaq. 4. İnsanlara xidmət. Bu xidmət ən birinci başlayır valideynlərimizdən. Ondan sonra gəlir evlatlarımızdan, sonra cəmiyyətimizdən. Və sən xidmətdən nə qədər olarsansa, Allah Subhanahu wa ta'ala sənin qəlbə sükunət verəcək. Vallahi billahi deyirəm, hər birinizin həyatında var. Evdən çıxırsınız, Allah rızasından bugün gedib 1 manat sədəqə atacaq qutuya. 1 manat sədəqə atırsınız, həmin gün ərzində sizə verdiyi ruh halı bir gün sizə rahatlıq verir. Böyük bir atmırıq ha, 1 manat. Amma Allah Subhanahu wa ta'ala o bizim ruh halımızı bildiyindən dolayı verir. Qazandığınızdan verir, sədəqə verir. Allah Subhanahu wa ta'ala bilir ki, bizim ruhumuzu nə saxlayır? Vermək. Çünki sıxıb saxladıqdan artıq içimizdə təkəbbür yarar. Mal bizimdir. Amma insan verdikcə artıq bu malın, mülkün bir sahibi olduğunu bilir. Və artıq o təfəkkür içində rahat bir şəkildə yaşayır. Və Həzrət Əli radiyallahu anh'ın çox gözəl bir sözü var. Əli radiyallahu anh buyur ki, qəlb qab kimədir. Ən yaxşısı da qabı böyük olanı və içi dolu olanıdır. Yəni, nəyə qəsd edir? Deyik, qəlbiniz qabı. Ən nə qədər qəlbiniz geniş olsa, o kibirlə,
kinlə, həsədlə onu da balacalaşdırmasaz, onu böyütürsünüz hər kəsə yaxşılıq eləməklə və onun üçün gözəl əməllərlə doldursaz, sizin də hər zaman sükunət içində yaşayasınız. Çünki bizdən öncəki peyğəmbərlərin həyatına baxdığımızda bütün peyğəmbərlərimizin məşəqqətlə keçir. Amma heç bir peyğəmbərin biz ciley-cüzar və yaxud heç bir evliyanın, heç bir Allah dostunun, heç bir peyğəmbərin həyatına qəsd etdiyini görə bilmərsiniz. Qəsd nəydən gəlir? İnsan ruhu daralır, ruhu sıxıntı yaranır və ruhu sıxıntıdan dolayı artıq özünü tələf eləmək istəyir. Amma İslam dini ruhu sıxıntının əlacını bizə deyir. Allah zikir, insanlara xidmət və Allah rızası bir şeylər bağışlamaq. Və Allah Rasulunun bir hədisində buyurur ki, Allah subhanahu wa ta'ala dua edəcək səmimi dua edir. Yəni, bəzən biz dua edəcək rituallara çeviririk. Hər gün eyni dua, nə də eyni dua, yəni kim dəsə görmüşük onu. Allah Rasulü bunu istəmir. Deyir ki, səmimi olun. Ya Rəbb, mən gəldim. Mənim qəlbimdə sıxıntı var. Ya Rəbb, mənim bu dərdim var. Ya Rəbb, amma ya Rəbb, mən başqa bir qapıya getmədim. Sənin qapıya gəldim. Çünki hədis şərifdə Allah Rasulü sallallahu aleyhi ve sellem bunu bizə çatdırır. Həzrət Musa aleyhissalamın qissəsini çatdırır. Musa aleyhissalam qissəsində bir gün Musa aleyhissalam Allah subhanahu wa ta'ala ilə münazirədə gedir, bir şəxs Musa aleyhissalamın qarşısını kəsir. Deyir ki, ey Musa, Rəbbimə getdirən ki, əgər o məni qəbul etməsə, mən insanlar qarşısında sənin Rəbbin əleyhinə danışacağam. Həzrət Musa aleyhissalam gedir, Allah subhanahu wa ta'ala münazirət edir, amma həya edir Allaha bunu demək. Çünki bir insan təkəbbürlə bunu demək, bu sözünə görə. Qayıdıb gələn Allah subhanahu ki, ey Musa, mənim qulum sənə nəyi dedi? Bu ki, ya Rəbbim, sən məndən daha yaxşı bilirsən. Ey Musa, sənin dilindən eşitmək istəyirəm. Allah subhanahu wa ta'ala Hazreti Musa buyur ki, ya Rəbbim, belə dedi. Allah subhanahu wa ta'ala buyur ki, ey Musa, get de görüm, mənim qulum, mənim əleyhimə, necə mən insanlar arasında məni piyada edəcək, mənim əleyhimə danışacaq. Qayıdıb gələn görür ki, həmin şəxs yolun üzərində yenə durur. Yaxınlaşır, deyir ki, Rəbbimə dedin mi? Deyir ki, bəli. Deyir, Rəbbim nə dedi? Deyir, Rəbbim dedi ki, get soruşdur, məni necə insanlar arasında rüsva edəcək. Deyir ki, ey Musa, buraca. Deyir, Musa aleyhissalamın qolundan yapışır və sürüyə bir qapı yaparır. Və qapını döyür. Deyir ki, qapını açır. Kimdir? Deyir, Allah qonağı. Deyir, beycə, sizdə mən qonaq qala bilərəmmi? Deyir ki, bəli. Həmin şəxs sorur Musa'ya, deyir ki, ey Musa, bu bizim gələcəyimizi bilirdimi? Deyir ki, xeyr. Amma deyir, bizi qəbul edir ki, bəli. Amma deyir, sənin Rəbbin deyir ki, gəl, mən səni qəbul edəcəm. Allah subhanahu da bu ki, o qulun yəqinlə görə mən onu bağışlayır. Yəni, bizim qəlbimizə hər zaman o yəqinlik olmalıdır. Amma o yəqinlik içində Allah subhanahu da bizə nə deyir? Əlləşməlisən. Yəni, o əlləşməkdə boş vaxtımızı səmərəli keçirmək. Saatlarla telefon qarşısında, saatlarla internet qarşısında dururuq, heç bir bizim mənəvi ruhumuza heç bir xeyri yoxdur. Allah subhanahu da Quran-ı Kərimdə and içir. And olsun deyir o əsrə, yəni o zamana ki, insan ziyan içindədir. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, 4 şey gəlmədən öncə 4 şeyin qədrini bilir. Ömrünüzün harada keçirdiyinizdən, malınızı hara qazanıb, hara xərclədiyinizdən, gəncliyinizi harada sərf etdiyinizdən və elminizlə nə etdiyinizdən. Allah subhanahu qiyamət günü bizdən bunu soruşacaq. Və Allah Resulü başqa bir hədisdə buyurur ki, insanoğlu 2 nemətin qədrini bilir. Səhhətinin və boş vaxtın. Yəni biz çalışdığımız qədər boş vaxtımızı zikirlə, zikir eləyə bilmiriksə, zikir eləyən bir toplumla bərabər olaq və daima xeyir işlərdə olaq.